İnsan Hakları Müdafiəçiləri Beynəlxalq Hakimlər Assosiasiyasına Azərbaycanla bağlı repressiyalarla əlaqədar tədbirlər görməyə çağırır. Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Məclisi keçirilir. Açılış mərasimində dünyanın 71 ölkəsinin təxminən 300 nümayəndə hakimlər, vəkillər, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış hüquq ekspertləri iştirak edib. Azərbaycan mediasının verdiyi məlumata görə Azabliyadan əvvəl bir sıra beynəlxalq insan haqları təşkilatları Beynəlxalq Hakimlər Assosiasiyasına müraciət edərək Azərbaycanda məhkəmə sisteminin müstəqilliyini pozulması və davam edən repressiyalarla bağlı narahatlıqlarını ifadə ediblər. Məktubda qeyd olunur ki, Azərbaycanın məhkəmə sistemi hökumətin ciddi təsiri altındadır. Bu da siyasi motivli ittihamların irəli sürülməsinə və dissidentlərə təzyiqini artırılmasına şərait yaradır. Bu vəziyyət insan haqlarını və qanun aliliyini birbaşa pozur deyərək təşkilata bildiriblər.